Hər vaxtınız xeyir dəyərli izləyicilər. Bugün mən sizi yağışlı bir yaz günündə Afrodita Şallıq Sarayının yanında, Xətai rayonunda, Köhnə Günəşli qəsəbəsində gözəl bir həyət evi ilə qarşılayıram. 2 mərtəbəli həyət evimizdir. Bura giriş hissəmizdir. Gördüyünüz kimi Afrodita Şallıq Sarayındakı Novostroykanın yanında yerləşir. 3 sot daxilində tikilmiş həyət evidir. Bu həyət evinin ayrıca bir tikilisidir ki, hansı ki 2 otaqlı bir tikilidir. Bu tikili kiraya verilib. Ev bundan ibarətdir. Bura həyət hissəmizdir. Gördüyünüz bu qapı bağlanacaq. Digər bir həyətdir. Ev sahibinin qohumunun evidir. Bu hissə bağlanacaq və gördüyünüz bu hissədəki eyvan hissəsi bağlanacaq. Evimiz bundan ibarətdir dəyərli izləyicilər və həyətimiz. Ümumilikdə 230 kvadrat sahəyə malikdir. Paket kupçadır. Evində, torpağında kupçası mövcuddur. Daxil olaq biz yavaş-yavaş evimizi sizə təqdim eləyək. Bura giriş hissəmizdir, xol hissəmiz. Gördüyünüz bu istiqamət. Təmir orta və ortadan biraz yuxarı səviyyədədir. Tam yaşayışlıdır. Giriş hissədə belə bir oturma otağı mövcuddur. Pilləkən və ikinci mərtəbəyə çıxışımız. Oturma otağımız və bu hissədə bizim aşağıda yerləşən ümumi olan hamam otağımız yerləşir. Hamam sanitar qovşaq buradadır. Bu pişik evin üstündə verilməyəcək. Bura isə bizim geniş qonaq otağımız. Gördüyünüz kimi evdə kamin belə var. İstilik sistemimiz kombidir. Qazı suyu işığı daimidir. Bu hissə mətbəximizdir. Mətbəxdən belə bir arka açılıb rahatçılıq üçün. Mətbəx hissəmiz. Ümumilikdə oturma otağını saysaq 5 otaqdan ibarət olan bir həyət evidir. Polumuz parketdir. Birinci mərtəbə ilə biz yekunlaşaq. Qalxaq ikinci mərtəbəyə. İkinci mərtəbədə bizim ancaq yataq otaqlarımız yerləşir. Ev 2 daş, ara kəsmələr hamısı 2 daşdır. Çox gözəl tikilidir. İkinci mərtəbənin xol hissəsi. İkinci mərtəbədə eyvanla yerləşir. Eyvana digər otaqdan keçid alarıq. Pişik bizi müşahidə eləyir, evi göstərir. Burada bizim uşaq yataq otağımızdır, kiçik yataq otağıdır. Digər hissədə ikinci mərtəbənin ümumi hamam otağı. Burada bir böyük yataq otağımız var. Digər hissədə isə təxminən eyni ölçüdə olan bir yataq otağı. Ondan biraz balaca. Və eyvanımız. Dəyərli izləyicilər, məlumatları sizə yenidən təqdim edim. Həyət evimiz Afrodita Şallıq Sarayının yanında yerləşir. Ümumilikdə 230 kvadrat sahəsi olan bir həyət evidir. 5 otaqdan ibarətdir. İstilik sistemi kombidir, qazı suyu işığı daimidir, sənədləri kupçadır, evin də torpağın da sənədi mövcuddur. Əlavə məlumat üçün qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu gözəl həyət evini əldə eləmək üçün bir zənginiz kifayətdir. Çox sağ olun bizi izlədiyiniz üçün.